Allah heç vaxt özünə bu icazəni vermədi ki, yaratdığın öz başına bıraxsın. Yaratdığın azğınlıqların, çarəsizliklərin, heyranlıqlarının içində öz başına bıraxsın. Yox. Necə lütfündən yaratdı, elə də lütfü ilə də özünə zəruri hesabladı ki, daima bu insanın əlindən tutsun, ona yaşamağı göstərsin, ona həyat tərzin məhz özü öyrətsin. O məqsədlə insanların ünvanına göndərdiyi kitablara din dedilər. Amma bu dinlər bir şeylə qorunmalıdır. Dini qorumağı isə dindara tapşırdı. Din əhlinə dinin qorumağa tapşırdı. Bunların önündə peyğəmbərlər, peyğəmbərlərin də kənarında möminlər əl-ələ verib Rəbbin töhfəsi olan dini qorumalıydılar. Peyğəmbərlər həmişə bu şeyə sadiq olublar. Həmişə bunun üçün zəhmət çəkiblər, bunun üçün də elə ölüb dünyadan gediblər. Amma ətrafdakılar necə? Ətrafdakılar iki yerə bölünüblər. Ya o dini qoruyub saxlayıblar, sanki bir dənə bulağı çirkaba bulanmamaqdan saxladıqları kimi. Onun suyu, təravəti, təmizliyi kimə qayıdıb? El onların özlərinə. Bir bulağı qoruyubsansa, şəffaf suyu səni təmizə çıxardacaq. Sən sağlam su içəcəksən, sənə həyat tərzün sağlam olacaq. Amma onlar ki, qorumayıblar, dinlərinə sayğısız olublar, dinlərinə laqeyd olublar. Birdən bir gün sual olsa, kim uduzdu, kim utdu? Cavabı budur, dinin qoruyub saxlayan utdu, dünya və axirətin saadətinə çatdı. Onlar ki, dinin qorumadılar, onlar batdılar. Onlar uduzdular. Yaxşı, indi bizdən öncə yaşayan insanlar ola. Onlar dini qoruyub bizə verməyərlər. Sonda bunun zəcrin, cəfasını çəkmək təbii ki, bizə düşər. Amma Allah deyir, düzdür, bu dinsizlərin dini qorumamaqları gələcək nəsillərin heyranlıq, zəlalət, günahın girdabına buraxmaqdır. Amma yenə biz öz üzərimizə götürdüyümüz ilahi lütfi tətil eləmərik. Yenə biz layiq insanlar olduqları sürəcə, bir insanlar ki olsa ki, onlar hidayətə layiq insanlar olarlar, yenə lütfimizi onlardan əsirgəmərik.